Salam, hər vaxtınız xeyir. Bugün sizə güvən test toplusundan bölmə 9-un test izahını verəcəm. Başlayırıq birinci sualla. Excel proqramında yaradılan fayla deyilir. Excel proqramında yaradılan fayla kitab deyilir. İkinci sual. Excel proqramında ad qutusunda C4 yazılışı nəyə bildirir? C4 yazılışı, əgər orada C4 yazılıbsa, deməli bizim aktiv xanamız C4 xanasıdır. Burada olur C variantı, C4 xanasının seçilmiş aktiv xana olduğunu bildirir. Xananın məzmunu harda əks olunur? Xananın məzmunu düstur zolağında əks olunur. 3 olur A variantı. 4-də deyir ki, uyğunluğu müəyyən edin. Aktiv xana, sütun başlığı və sətir başlığı nədir? Deməli, aktiv xana dedik ki, seçilmiş aktiv olan xanadır, cari seçilmiş xanadır. 1-ə gəlir A variantı. Sütun başlığı, deməli, sütun başlığı nələrlə işarə olunur? Sütun başlığı işarə olunur Latin əlifbasının baş hərfləri, böyük hərfləri ilə. 2-yə gəlir C. Sətirlər isə deməli nömrələrlə müəyyən olunur. 3-də gəlir Y. 1A, 2C, 3Y. 4 oldu D variantı. Deməli 5-ci sualda Excel'in 2007-ci il versiyası, yəni köhnə versiyalarında 3 iş vərəqi görsənir. Ancaq 13-dən bu yana, 2013-dən bu yanaki versiyalarda 1 iş vərəqi görünür. Buradakı bu testdə yəni köhnə versiyanı düşünərək yazıblar. Ona görə standart olaraq 3 vərəq açılır. 6. B6 F19 diapazonunda olan xanaların sayını tapın. Deməli, nə edirik? B-dən F-ə qədər hərflər yazırıq. Bu hərflərin özü daxil olmaqla B, C, D, Y, F. Neçə hərf oldu? 1, 2, 3, 4, 5. 5 hərf var. Və böyük ədəddən kiçik çıxıb, üstünə 1 gəlirik. 19 çıx 6, 13, üstə gəl 1, 14. Sonra bu ədədləri bir-birinə vururuq. 14 vurulsun 5. Bu deyilir 70. Deməli, bu diapazonda 70 xana olacaq. 7-ci sualda səhvlik var, ona görə onu ötürürəm. 8-ci sual, yenə B13, 28 diapazonda olan xanaların sayını müəyyən edin. B-dən Y-yə hərfləri yazıram. B, C, D, Y. 4 hərf var. 28-dən 13-ü çıxırıq. Üzərinə 1 gəlirik. Bu da olur 28 çıx 13 olur 15. 15-in üstünə 1, 16. 16 vur 4, oldu 64. Deməli, burada 64 xana var. 9, yenə A, B, C, D, deməli D, Y, F. 3 dənə burada, 5, deməli 8 çıx 5, üstə gəl 1. Bu da eləyir 4. 3 vur 4, 12. 9 olacaq B variantı. 12 xana var. Excel proqramında xanaya yeni məlumat daxil etdikdən və ya məlumat üzərində redaktə etdikdən sonra hansı düyməni sıxmaq lazımdır? Burada enter olacaq, enter düyməsini sıxmaq. 11-ci suala baxırıq. Elektron cədvəlin hansı xanalar düzgün adlandırılıb? Dedik ki, birinci hərflər, sonra rəqəmlər gəlməlidir. STK 34 olar, ELA 3 olar, B 8967 olar, 1, 2, 5 C variantı. 12-də soruşur ki, hansı xanalar düzgün adlandırılmayıb? Deməli, bu belə qarışıq formada vermək düzgün deyil. Sonra 2 səhvdir. Birinci dedik ki, hərflər gələr, sonra rəqəmlər gələr. 1 səhvdir. 1, 2, 12 oldu A variantı. 13 elektron cədvəllərdə ən əsas komponent xananı aşıdıq. 13 oldu C variantı. 14-cü suala baxırıq. Deməli, baxırıq 1-də. 1-də verilən şəkil nəyə uyğun gəlir? Xana daxilindəki məlumatı alt-alta bir neçə sətir şəklində yazmağa imkan verir. 1-ə gəlir A. 2-yə gəlir, deməli, 2-dəki xananın içindəki deməli yazını sağdan, soldan və yaxud da ki, müəyyən dərəcə altında müxtəlif istiqamətləri döndərməyə kömək eləyir. 2-yə gəlir D. Sonra 3-ə nə gəlir? 3-dəki isə nə edir? Deməli, 3-dəki düymə vasitəsilə də sütunları, seçilmiş xanaları və ya sətirləri birləşdirmək olur. 3-ə də gəldi, deməli, C variantı. 1A, 2D, 3C, 14 oldu D variantı. Bunlar şifahi suallardır. 15-də bu fraqment Home ayətlər zolağının number qrupuna aiddir. Orada ədədi faizə çevirir, onluq kəsr çevirir və s. işləri görür. Sonra deyir ki, uyğunluğu müəyyən eləyin. Deməli, biri sıxanda nə olur? Bir düyməsini sıxanda düymənin çıxdıqda seçilmiş xanalar daxilində ədədlər kəsr hissə əlavə olunur. 1-ə gəlir C variantı.
2-yə nə gəlir? 2-yə isə gəlir. Deməli, ədədin yuvarlaqlaşdırılması və ya daha dəqiqli ifadə etmək üçün istifadə olunan düymədir. 2-yə də gəlir D variantı. 1C, 2D oldu B variantı. 17-ci sualda deyir ki, xanlara bu format tətbiq eləyəndə bütün formatlar proqram tərəfindən tanınır və qəbul edilir. Bu ümumi formatdır, general. 17 oldu Y variantı. 18. Seçilmiş ədədlər arasında müəyyən bir ədəddən böyük olan və ya kiçik olan xanaları müxtəlif cür rəngləmə ilə fərqləndirmək üçün hansı qrupun əmrlərindən istifadə olunur? Əlbəttə ki, stillər. Onun stilini dəyişirik də. 18 oldu A variantı. 19-cu sual. Elektron cədvəldə A1 xanasına 12 ədəd yazılıb, B1 xanasına isə bu düstur yazılıb, A1/3. C1 xanasına isə bu düstur yazılıb. Sum A1-dən B1-ə vur 4 düsturu yazılıb. C1 xanasının qiyməti neçə olar? Deməli, birinci bunu təsəvvür eləyək əyani formada. Deməli, A xanası, B xanası, C xanası aydın görəsizdir. Burada 1, 2, 3 olacaqdır, elə deyil. A1-ə yazılıb 12, B1-ə bu düstur yazılıb. İndi burada aparıb A1-in yerinə qiymətini qoyub B1 tapıram. 12 bölünsün 3. Neçə eləyir? 4. Deməli, B1 xanasında 4 yazılıb. C1 xanasında isə bu yazılıb. A1-dən B1-ə olan diapazon, yəni bura. Vurulsun 4. A1-dən B1-ə diapazon cəmləyirik, neçə eləyir? 12, 4, 16. 16-nı da 4-ə vuranda eləyəcək 64. C1-dən də olacaq 64. 19 oldu B variantı. Elektron cədvəl fraqmenti verilib. Sum A1, A5 diapazonunu soruşur. A1, A5 diapazonu haradır? A1-dən A5-ə kimi. Bu diapazonu soruşur bizdən. Deməli, 5 üstə gəl 6, elədi 11. 11 üstə gəl 12, elədi 23. 23 üstə gəl 6, 29. 29-dan da 18-i toplayanda deməli, nə olacaq? 47. 20 oldu C variantı. 21. Deyir ki, average C1, C5 diapazonu. C1, C5 average hansı deməli funksiyadır? Ədəd ortadır. C1-dən C5-ə kimi nələr var burada? C4-də qiymət, C3-də qiymət var, C4-də bir də C5-də qiymət var. Bunları toplayırıq. 4, 11, 6 eləyir 21. 21 də sayına bölürük. 3-ə bölürük, olur 7. Deməli, 21 oldu Y variantı. Yəni, buradakı xanadakı ədədlərin ədəd ortasını tapırıq. 22-yə baxırıq. A2, A5 diapazonu istəyir. A2-dən A5-ə kimi. Buranın cəmini istəyir. Sum cəm, dedik ki, cəm funksiyasıdır. 6, 12, 18. 18-dən 6, 24. 24-dən də 18. Neçə eləyir? 42. 22 oldu C variantı. Deməli, count D1, D5 diapazonu. Count dolu xanaları sayan funksiyadır. Dolu xanaları sayır. Deməli, D1-dən D5-ə. D1 burada, D5 burada. Bütün dolu xanaları sayırıq. 1, 2, 3, 4. Deməli, burada olmalıdır cavab D variantı 4. 24-də deyir ki, B1, B5 diapazonunda maksimum tap. Yəni, B1, B5 diapazonunda burada maksimum qiymət tapırıq. Burada maksimum qiymət nədir? 5-dir. Yəni, 24 oldu Y variantı. İndi isə D2, D5 diapazonunda 25-ci sualda D2, D5 diapazonunda minimum istəyir. D2, D5 haradadır? Buradadır. Burada minimum 12-dir. 25 oldu B variantı. Bu diaqram növü müxtəlif hündürlüklü, enli, deməli, şaqli zolaqlardan ibarətdir. Sütun formasında olan zolaqlardan. 27-ci sualda ümumiyyətlə variantlarının heç bir uyğun gəlmirdi də, yəni düzgün deyildi. 28-ə keçirəm birbaşa. A1 xanasında 12-40, B1 xanasında 25 yazılıb. A1, B1 düsturun nəticəsi necə olacaq? Deməli, yenə adi saat kimi sayırıq. 40 ilə 25 dəqiqələr toplayanda 65 dəqiqə eləyəcək. Yəni, o da 1 saat 5 dəqiqə deməkdir. 1 saat 5 dəqiqə. Və deməli, 12 üstə gəl 3, 15 eləyir. 1 saatda buradan 16, 16.05 olmalıdır. Belə də cavab yoxdur. Yəni, variantlarda səhvlik var. Cavab olmalı idi burada 16.05. Deməli, 29-cu suala baxırıq. A1 xanasında bu tarix yazılıb. A1 üstə gəl 60 düsturunun nəticəsi nə olacaq? Yəni, bu gündən sonra, burada verilən tarixdən sonraki 60 günü sayırıq. Burada mart ayı verilib. Mart ayı 31 gündür. Deməli, 31 gün tamamlamaq üçün nə qədər qalır burada? 21 gün qalır, elə deyil. Deməli, bu 60 günün 21 günü getdi mart ayına. Mart qutardı artıq burada. Nə qədər gün qalır onda? 39 qalır. Sonra, aprel ayda 30 gündür. Bu 39 günün 30-u da gedir aprel ayına. Artıq aprel ayı da keçdi.
Qaldı nə qədər burada? 9 gün. Bu 9 gün artıq maya keçir. Yəni olur 9 mayın 9-una düşür. Deməli, onda olur 9 may. May da 5-ci ayımızdır. 9 may 2024. Burada olacaq hansı variant? B variantı. Aşağıda verilmiş cədvələ əsasən 30-31-ci sualları cavablandırmağımızı istəyir. Verilmiş cədvəldə B sütunu üzrə sort əmri ilə A-dan Z-yə çeşidləmə aparılıb. Bu zaman B yedixanasında hansı dəyər olacaq? Əgər A-dan Z-yə aparılıbsa, yəni kiçikdən böyüyə doğru rəqəmləri düzməliyik, ədədləri düzməliyik. Deməli, əgər kiçikdən böyüyə doğru düzsək, ən kiçik burada ədəd hansıdır? 1-dir. 1 gələcək ən birinci bura. Birinci xanaya 1 gələcək, B1-dir. Ancaq B sütunu deyir. Burada olacaq 1. Birdən sonraki kiçik ədədləri 14, 14 10-dur. 10 bura gələcək. Ondan sonra 14. Deməli 1, 10, 14, sonra 19. 19-dan sonraki 25, sonra 46 və 86. Yenə deməli 7-ci xanaya elə 86 düşəcək. Deyir ki, bu səfər isə Z-dən A-ya çeşidləmə aparılıb və A 7 xanasını soruşur. Deməli mən A-nı böyükdən kiçiyə doğru düzüm. Deməli, A xanasının, A sütununda ən böyük ədəd 85-dir. 85 gələcək bura. Z-dən A-ya düzürəmsə əgər. 85-dən sonra 78 gələcək. 78-dən sonra 69, 2 dənədir. Yəqin ki, burada nəsə səhvlik olub. 69 gələcək. Burada bir 69 yazıram. Sonra 69-lardan sonra gələcək. Yenə 2 dənə 45 var. 45 belə yazaq. Və ən axırına düşəcək ən kiçik ədəd, yəni 21. Deməli, burada olacaq 21. Deməli, 32-yə baxırıq. Doğru olanları istəyir bizdən. Diaqramlar cədvələ verilənlərin qrafik təqdim olunma formasıdırmı? Bəli, bir düzdür. Diaqram elektron cədvəldə müəyyən qiymətlərin hər hansı bir parametrdən asılı olaraq dəyişmə dinamikasını əyani şəkildə görməyə deməli, imkan verir. Düzdürmü? 2 də düzdür. Cədvəl verilənlər diaqramın qrafik təqdim olunma formasıdır. Cədvəl diaqram qrafik təqdim olunma formasıdır. Yox. Ədədi qiymətlərin əks olunduğu cədvəl diaqramla müqayisədə daha əyani təsvir formasıdır. Əksinə diaqram daha əyanidir. Orada daha aydın görmək olur. 4 səhvdir. Diaqram ədədi qiymətlərin əks olunduğu cədvəllə müqayisədə daha əyani. Bəli, diaqram daha da əyanidir. 5 düzdür. 1, 2, 5. 32 oldu A variantı. Deməli, baxırıq 33-cü suala. Deyir ki, sum A3C3 diapazonu. Burada qoşu nöqtə diapazonunu bildirir. Nöqtəli vergülü isə onları ayırır. Və kimi düşünün nöqtəli vergülünü. D5, F5 diapazonu ilə A3C3 diapazonu toplamağımızı istəyir. Deməli, birinci A3C3 diapazonuna baxırıq. A3, C3 bu diapazondur. Deməli, bu diapazondur. 6, 2, 8, 8, 16. Bu diapazonumuzun qiyməti olur 16. Bu diapazonun qiyməti oldu 16. Sonra gedək o bir diapazona baxaq. D5, F5 diapazonu deyir. D5, F5 diapazonu hardadır? D5, F5 diapazonu da buradır. Buranı da cəmləsək 5, 8, 9. 8 ilə 9, 17, 17 ilə də 5, 22. 16 ilə də 22-ni toplayanda bizə verəcək 38. 33 oldu A variantı. 34. Bu növ diaqramda ədədi qiymətlər xəttlərlə birləşdirilmiş ayrı-ayrı nöqtələr şəklində əks olunur. Bu xəttidir. Deməli, xətti formadır. Faiz qiymətlərini dairənin sektorları kimi göstərən dairəvidir. Pizza dilimləri kimi göstərir, hansı ki. 35 oldu C variantı. Deməli, 36-da bizə deyir ki, veriləndəki tendensiyaları bərabər intervallarla eyninə uzanan zolaqlar formasında göstərir. Elə burada nədir? Zolaqlı formadadır. Sahə qrafiki zamanla dəyişikliyi müqayisəsini vurğulayır. Zamanla dəyişikliyi ilə sahə formada. 38-ci sual. Diaqramda ölkələr və ərazilər təsvir olunub. Diaqrama əsasən ən böyük əraziyə malik olan dövlət, əlbəttə ki, bu hansı dövlətin rəngidirsə, bu hissə. Ən böyük ölkə də həmin dövlətə aiddir. İndi baxırıq, bu narıncı rəngdə, səhv eləmirəmsə, burada bir tər düşüb. Narıncı rəngdə Çini bildirir. 38 oldu C variantı. Verilmiş diaqrama əsasən 39-45-ci suallarını cavablayacağıq. Baxaq. Deməli, deyir ki, verilmiş diaqrama əsasən 7-ci sinif şagirdlərinin içində fərqli şahmat dərnəyinin üzvüdür. Şahmat göy rəngdir, rəsmdə deməli qırmızı rənglərdir. 7-ci sinif hardadır? 7-ci sinif buradadır. Dedik ki, 6 ilə 8-in arasında durub mavi rəng. O da 7 deməkdir. 7-ci sinif şagirdlərindən 7 nəfər şahmat dərnəyinin üzvüdür. 39 oldu A variantı. 20-yə baxırıq. Hansı növ diaqrama aid eləmək olar bunu? Əlbəttə ki, sütun formada diaqrama aid eləmək olar. 40 oldu A variantı.
Verilmiş diaqrama əsasən hansı siniflər üzrə şahmat dərnəyinə yazılan şagirdlərin sayı eynidir? Diaqrama baxıram ki, baxın, burada ilə burada mavi rənglər eyni qiymətdədir. Yəni 5-ci və 8-ci siniflər. 5 və 8 D variantı. 42-də bizdən soruşur ki, şahmat dərnəyinə yazılan şagirdlərin ümumi sayı nə qədərdir? Deməli, 10 nəfər 5-ci siniflərdən yazılıb. Burada 10 nəfər. 6-cı siniflərdən 8 nəfər. 7-ci siniflərdən 7 nəfər və 8-ci siniflərdən də 10 nəfər. 20, 15, 35. Deməli, ümumi olaraq şahmata yazılanların sayı 35-dir. 42 oldu A variantı. Rəsm dərnəyinə 12 şagird hansı sinifdən yazılıb? Baxırıq, rəsm dərnəyinə 12 şagird yazılıb 7-ci sinifdən. 43 oldu C variantı. 44-cü suala baxırıq. Rəsm dərnəyinə yazılan şagirdlərin ümumi sayı nə qədərdir? Deməli, 5-ci sinifdən 4-ün 6-nın arasında yerləşib. 5-ci sinifdən 5 nəfər yazılıb rəsm dərnəyinə. 6-cı sinifdən 6 nəfər yazılıb. 7-ci sinifdən 12 nəfər yazılıb. 8-ci sinifdən isə 10 nəfər yazılıb. Ümumi, deməli, 5, 6, 11, 11-dən 12 elədir. Deməli, 23, 23-dən də 10, 33. Ümumi olaraq 33 nəfər yazılıb. Rəsm dərnəyinə neçə nəfər 5-ci sinif şagirdi yazılıb? 5-ci sinifdən dedik ki, 5 nəfər yazılıb. 45 oldu A variantı. 46-cı sual. Cədvəldə düzbucaqlı şəkildə seçilmiş xanalar qrupu diapazon adlanır. 46 oldu B variantı. Elektron cədvəldə A1 xanasındakı tarix 15.06.2022-dir. A1 üstəgəl 5 olanda, yəni günün üzərinə 5 gün əlavə eləyəcəyik. 15-dir, 5 gün sonra olacaq 20.06.2022. 47 oldu A variantı. 48-ci sual. B3 xanasında zaman olaraq 9.15, C3 xanasında 2.45 yazılıb. Bunları cəmləyəndə dəqiqələrə baxaq birinci. 15 dəqiqə 45. Bunlar 60 dəqiqə eləyir. Yəni 1 saat deməkdir. Yəni tamamlandı. Ona görə 0-0 olacaq dəqiqələrimiz. Deməli 9-dan 2 11 eləyir. 1 saatda tamamlanmış dəqiqələrimizi toplayanda onda olur nə? 12. 12:00 A variantı. 49-da deyir ki, A1 A3 xanası sum A1 A3. Yəni bu deməkdir ki, A1 üstəgəl A2 üstəgəl A3 eləyib 18. Average A1 A4 xanasının A1-dən A4-ə kimi qiyməti isə average bunlar nədir? Ortası. Yəni ki, nə? A1 üstəgəl A2 üstəgəl A3 üstəgəl A4 bölünsün 4 bərabərdə 6-ya. Sum A1 A4 istəyir bizdən. Aha. Sum A1 A4 istəyir. Qiyməti neçə olacaq? Çox asan. Elə mən bu məxrəcdəki 4-ü 6-ya vururam. A1 üstəgəl A2 üstəgəl A3 üstəgəl A4 nəyə bərabər olur? 6 vur 4, 24-dən. 49 olacaq C variantı. Ola bilərdi ki, bizdən sırf A4-ü soruşsun. Onda nə edəcəkdik? Yenə belə vuracaqdıq. A1 A3-ün yerinə 18 qoyacaqdıq. A4 xanasını tapacaqdıq. 50-ci sualda deyir ki, bu tarix verilib. C1 çıx 19, yəni 19 gün bu tarixdən geriyə gedirik. Burada baxıram 15 gündür. Mən 15 gün geriyə gedəndə artıq 6-cı aya gəlirəm. 6-cı aya gəlirəm. 6-cı aya gəlirəm. Nə qalır? 19-un 15-i getdi, qaldı 4. 6-cı ayda 30 gündən ibarətdir. 30 gündən 4 gün geriyə gedəndə nə olur? Ayın 26-sı olur. 26.06.2024 olur B variantı. 51-ci suala baxırıq. Uyğunluğu müəyyən eləyin deyir. Deməli, baxırıq. Oxlar, legenda və sıra. Bunları yerləşdirməyimizi, uyğunlaşdırmağımızı istəyir. Oxlar. Haradadır oxlar? Oxlar burada verilib. Baxın, bu hissədə. Deməli, 1-ə gəlir 5, yəni A. Sonra legenda deyir. Haradadır legenda? Deməli, legenda bu hissədir. Aralıqlar ki, verilir. Deməli, legendaya gəlir 3. 3 hansındadır? D variantı. Və sıra soruşur bizdən. Deməli, sıra haradadır bəs? Sıra haradadır? Sıralar da burada verilib. Bu da oldu nə? B uyğun gəlir. 1A, 2D, 3B. 51 oldu D variantı. 52-yə baxırıq. A1 xanasında 18 verilib. A1 18-dir. B1-də isə A1 böl 6. Yəni 18 böl 6. B1 də oldu nə? B1-in də cavabı oldu 3. Deyir ki, C1 xanasında isə A1-dən B1-ə diapazon. Vur 5 sum A1 B1 vur 5 yazılıb. Deməli, A1 ilə B1-in cəmi olacaq 18-dən 3-ün cəmi olacaq nə? 21. 21 də 5-ə vuranda olacaq 21 vurulsun 5. A1-dən B1-ə vurulsun. A1-imiz oldu 18, B1-imiz oldu 3.
18, 3, 21, 21 vurulsun 5, 105. Niyə yoxdur bəs 105? 105 olmalıdır bu da cavab. Üçüncü suala baxırıq. Deməli, deyir ki, average A1-dən A4-ə düsturun açısı 5-dirsə, sum A1 A4-ü tapı yuxarıdakı yəqin ki, bayaq kimi lazım olmayacaq. Yəni bizə deyir ki, A1 üstəgəl A2 üstəgəl A3 üstəgəl A4 böl 4 5 eləyib. Onda bunların cavabı sum A1 A4-də A1-dən A4-ə kimi cavablar demək, yəni onların cəmi deməkdir də. 5 vur 4 olacaq 20, 53 olacaq Y variantı. 54-ə baxırıq. A1-i 14 veriblər. A1-i 14 böl 7. Yəni A1-in cavabı olacaq 2. S1 isə bərabərdir. 14 üstəgəl 2 vur 2. 16, 16 vur 2, 32. 54 olacaq. Deməli, düzümü dedim. 14, 2, 16. 16-nı da 2-yə vuranda 32. 54 olacaq A variantı. A1 də 7 diapazonda neçə xana mövcuddur? Yəni A, B, C, D. 4 hərf var. 7 çıx 1 üstəgəl 1. Bu da oldu mu 7. 4 vur 7 28. 55-də oldu C variantı. 28 xana var. Əgər trend eksperimental nöqtələrin hamısından keçərsə, R kvadratı, R2 parametri hansı qiyməti alar? Əgər bütün deməli nöqtələrin hamısından keçirsə, onda nə olur? Tam qiyməti alır. Yəni 1 tam olur. Deməli 56 oldu D variantı. 1 tam oldu. R üstü 2. Determinantlıq əmsalı necə işarə olunur? Determinantlıq əmsalı elə R üstü 2-dir bayaq ki. Deyir ki, modelləşdirilmiş sistemin hərəkətini proqnozlaşdırmaq məqsədi ilə kompüter modelinin köməyi ilə hesablamaların aparılması nə deyilir? Hesablamaların aparılması reqressiya modeli deyilir. Reqressiya sözünün mənası nədir bəs? Reqressiya sözünün mənası Reqressiya sözünün mənası geriyə hərəkət, geriyə qayıtma deməkdir. 59 C variantı. Bu diapazonda neçə xana mövcuddur? B, C, D, Y, F. 5 hərf var. 20 çıx 10 üstəgəl 1. Bu da eləyir 11. 5-i 11-ə vuranda 55. 55 xana var. B10, F20 diapazonunda neçə sətr var? Dedik ki, deməli sətrlər nələrlə işarə olunurdu? Sətirlər və sütunların burada hansının nəyə işarə olunduğunu bilsək çox asan sualdır. Deməli, sətirlər nəyə işarə olunur? Sətirlər işarə olunur ədədlərlə. Deməli, 20 çıx 10 üstəgəl 1. Bu da olur 11. Deməli, burada 11 sətir var. Burada oldu A variantı. Diapazonunda neçə sətir var? Yenə sətri soruşur. 9 çıx 1 üstəgəl 1. Olur nə? 9. 9 sətir var. Sonra deməli, 62-yə baxırıq. Neçə sütun var? Sütun deyəndə artıq biz hərflərə baxırıq. B, C, D, Y, F. 5 hərf var, deməli 5 sütun var. 63 oldu B variantı. B2, F diapazonunda neçə sətr mövcuddur? Sətr deyirsə yenə, indi burada mən rəqəmlərə baxıram. Bayaq hər ikisində sətr soruşurdu, bəli. Deməli, 8-dən çıxıram 2-ni, üstünə gəlirəm 1. 8 çıx 2, 6, üstə gəl 1, 7, 64 oldu B variantı. 65-də deyir ki, elektron cədvəldə xanalarda yazılan düsturlar hansı işarə ilə başlayır? Bərabərlə. Əgər bizə məsələ misal veriblər, cədvəl veriblər, cədvəlin içindəki ədədin düsturun qabağında daha doğrusu, düsturun qarşısında bərabər yoxdursa, biz artıq orada həmin o düsturu həll eləyə bilmirik. Çünki qabağında bərabər işarəsi olmayan düsturun nəticəsi çıxmayacaq avtomatik olaraq. 66. Aslı xana nədir? Aslı xana daxilində düstur olan xanadır. Hansı ki, başqa xanaların qiyməti dəyişəndə onun içindəki düsturdan asılı olaraq həmin xananın da qiyməti dəyişir. 67. B2, Y6 diapazonu deməli AB, B, C, D, Y, F. 1, 2, 3, 4, 5. 5 dənə buradan 6 çıx 2 üstə gəl 1. Eləyir 5. 5 də buradan 5 vur 5. Deməli düzümü dedim 6 çıx 2, 4, 4 üstə gəl 1, 5. B, C, D, F demir üzr istəyirəm. F demir burada Y-yə qədər deyir. B, C, D, Y. Oldu 4 dənə. 4 vur 5, 20. Deməli, ümumi 20 xana var. Elektron cədvəldə düsturlarda istifadə olunan ünvanlara istinad deyilir. 68 oldu D variantı.
69. Elektron cədvəldə mütləq ünvanlarda, düsturdakı xana ünvanlarında həm sütunada, həm də sətr nömrəsi qarşısında bu dollar işarəsi istifadə olunur və elə bil ki, o həmin o sütunun və yaxud da ki, sətrin qarşısında yazılıbsa əgər, o həmin sütunu və yaxud da ki, sətri kilitləyir. Yəni artıq oradakı qiymət, oradakı deməli tutaq ki, A dollar 2 yazılıbsa, artıq o 2 sətrini kilitləyir. Harada aparsaq düsturda 2 sətr dəyişməyəcək. 70-ci suala baxırıq. Deyir ki, C2 və D1 xanalarında olan qiymətləri müəyyən edin. C2 və D1. Deməli, gedək birinci C2-ni tapaq. Deyir ki, bizə B2 üstəgəl A2. B2 üstəgəl A2. Baxaq. B2 bizdə 3-dür. C2 də B2 üstəgəl A2. A2 də bizdə 12-dir. 12, 3, 15. Deməli, C2-nin cavabı oldu 15. 2 vurulsun B3. B3 bizdə 15-dir. 2 vur 15, 30. 30 çıxılsın C2. C2 də oldu 15. 15, 30 çıx 15 elədi 15. Deməli, hər ikisinin də qiyməti 15-dir. 70 oldu B variantı. Elektron cədvəl fraqmenti verilib. Hansı xanalarda nisbi ünvanlar verilib? Nisbi ünvan odur ki, heç bir nə sətrin, nə sütunun qabağında dollar işarəsi olmasın. Deməli, əgər həm sətrin, həm sütunun qarşısında dollar işarəsi olsa, bu olacaq mütləq ünvan. Heç birinin qarşısında dollar işarəsi olmasa, bu olacaq nisbi ünvan. Hansısa birində olub, birində olmasa, bu olacaq qarışıq ünvan. Deməli, baxıram, burada nisbi ünvanın biri budur, biri budur, bir də budur. Hansı xanalardır? Deməli, A3, B3, bir də C2 xanası. 71 oldu A variantı. 72-də bizdə mütləq ünvan soruşur. Mütləq ünvan nə oldu? Hər ikisinin, həm sətrin, həm sütunun qarşısında dollar yazılsın. Bu da hansındadır? Bir dənə C1 xanasında. Deməli, 72 oldu D variantı. Bəs qarşıq ünvan dedik ki, nə oldu? Hansısa birinin qarşısında dollar var, hansısa birində yoxdur. Burada da B1 xanasıdır. C1-də deməli, mütləq ünvandır. A3 və B3-də və C2-də isə dedik ki, oldu nisbi ünvan. B1-də isə, məsəl üçün, burada A-nın qarşısında dollar yoxdur, amma birin qarşısında, yəni sətrin qarşısında var. Bu artıq olur qarşıq ünvan. 73 oldu B1 xanası, yəni C variantı. Deyir ki, düstura əsasən B1 xanasındakı düsturu B2 xanasına sürüşdürsək, B2-də nə alınır? Nəyin ki, qabağında dollar işarəsi var, o dəyişmir. Deməli, B1-dəki bu düsturu bura köçürürük. Nə olacaq? A-dır, elə eyni sütun üzrə qalır deyə A hərfdə olduğu kimi qalır. Dollar 1, qabağında dollar var deyə qalır. Yenə sütun eyni sütun olduğu üçün A olduğu kimi qalır. Ancaq burada sətr dəyişib. Yəni, sətr dəyişmək deməkdir, oradakı ədəd dəyişməlidir. 3-dürsə artıq olacaq 4. Deməli, A dollar 1, A4. A dollar 1 üstəgəl A4. Yəni C variantı. Burada A-lar niyə dəyişmədi? Çünki sütun dəyişir. Yəni uzunasına dəyişir. Əgər misal üçün bu düstur bu tərəfə sürüşsəydi, onda A hərfi B-yə keçməli idi. 75-də deyir ki, C1-dəki düstur C3 xanasına sürüşdürülərsə nə olar? Baxıram ki, C1-də mütləq ünvandır. Yəni mən bunu hara sürüşdürürəm, düstur dəyişməz olaraq qalacaq. Yəni D variantı olacaq burada. D variantı olacaq 75 oldu. Hə, qiymətini soruşur bizdən, üzr istəyirəm, qiymət deyir. Deməli, düstur olduğu kimi qalacaq. Yəni olacaq A1 üstəgəl A2. A1 bizdə 5-dir, A2 üstə 4-dür. 5 üstəgəl 4 artıq bura cavab olacaq 9. 75 oldu B variantı. 76-cı suala baxırıq. Deyir ki, C3 xanasının qiymətini müəyyən eləyin. Deməli, baxaq, birinci B1 xanasını tapaq. A2 üstəgəl 3, A2 4-dür. 4 üstəgəl 3, 7. 3-də deyir ki, A1, B1-i topla. A1 burada 5-dir, B1 də 7-dir. 5, 7 oldu 12. Sonra C1 xanasında B1 üstəgəl B3. B1 deməli 7-dir, B3 12-dir. B1, B3 eləyəcək 19. Bizə deyir ki, A1, C2 diapazonunu tap. A1-dən C2, yəni A1 buradadır, C2 də buradadır. Bu diaqonalı əhatə eləyən bütün xanaları götürürük. Yəni A1, A2, B1, B2 və C1, C2. Buradakı ədədləri toplayırıq. 5 üstəgəl 4, üstəgəl 7, üstəgəl 19, üstəgəl 5. 5, 4 deməli 9, 9 ilə 7, 16, 16 ilə 19, 35, 35 ilə 5, 40. Deməli, burada oldu 76, B variantı. Deməli, burada isə bizdən D4 xanasının qiymətini soruşur. Birinci nəyə tapaq? Birinci bu C xanasını tapaq, C2 xanasını. Deyir ki, B2 üstəgəl A2. B2 ilə A2-ni toplayanda B2 hansıdır? 3-dür, A2 də 12-dir. 12, 3 eləyəcək 15. Buranın cavabı oldu 15. Sonra C2 xanası oldu 15. D1-də deyir ki, 2-ni vur B3-ə, B3 15-dir. Yəni
2 vur 15, 30 çıxılsın S2 xanasını. S2-dən tapdıq ki, 15-dir. 30 çıx 15 oldu 15. Bizə deyir ki, A1-dən D3-ə A1 D3 sum A1 D3, yəni A1 D3 diapazonunu topla. A1 burdadır. D3 də burdadır. Bu diaqonalı əhatə edən bütün xanaları götürürük. Və onları cəmləyirik. Deməli, nə olacaq? 20 üstəgəl 12 üstəgəl 10. Sonra üstəgəl 7 üstəgəl 3 üstəgəl 15 üstəgəl 15 üstəgəl 11 və üstəgəl 15 üstəgəl 10 və 5. 10 və 5. Hesablayaq. Deməli, 20, 12, 32, 32, 10, 42, 42 ilə burada da 10 var, 52, burada 30 var. 52 ilə 30 elədi nə? 82, 82. Sonra 82-nin üstünə 11 gələndə 93, 93, 93, 10. Neçə eləyir? 93-dən 10. Eləyir 103, 15 burada, 5 burada. Burada da 20 eləyir, 103-dən də 20, 123. 77 oldu Y variantı. 78. Deyir ki, verilmiş cədvəl fraqmentinə əsasən D4 xanasının qiymətini tapın. Deməli, burada nə olacaq? B2 üstəgəl A2. B2 3-dür, A2 12-dir. Burada oldu 15. Sonra burada 2 vurulsun B3. Yenə bayaqki kimi də elə. B2 deməli oldu. 2 vurulsun B3 oldu 30. 30 çıxılsın 15, yenə 15 elədi. Burada A1 D3 diapazonu deyir. A1 buradadır, D3 də buradadır. Bu diapazonu deyir. Deməli, bu sualın bayaqki sualından fərqi nədir? Burada sum A1 vergül D3 deyir. A1 ilə D3-ü toplayın. Yəni sadəcə A1-i və D3-ü toplayın deyir. Amma burada qoşu nöqtə qoymuşdu. Yəni burada deyir ki, A1 D3 diapazonunu toplayın. Bu bizi çaşdırmasın. Heç deməli, mən burada getdim diapazonu işarələdim. Bizdən diapazonu soruşmur. Heç bunları tapmaq belə lazım deyildi. Bir A1-i soruşurdu bizdən. Bir D3 soruşurdu. Hər ikisinin qiyməti hazır verilib. 20 üstəgəl 5 nə oldu? 25. Az qala yandırmışdıq. Fikir veririk. Əgər qoşu nöqtə verilərsə burada diapazon deməkdir. Vergül və yaxud da nöqtə vergül verilərsə isə bu elə ki və deməkdir. A1 və D3 topla. Amma qoşu nöqtə A1-dən D3-ə kimi bütün xanaları topla deməkdir. Deməli, diapazon seçilib, onun adını, diapazon adını istəyir bizdən. Ən birinci xananı adını və ən sonuncu xananın adını götürürük. A1-dir ən birinci xanamız, ən sonuncu xanamız isə Y3-dür. A1, Y3, B variantı 79 oldu, B. Deyir ki, verilmiş fraqmentə əsasən Y3 xanasının qiymətini tapın. Y3-də. Deməli, baxaq. Bizə deyir ki, sum A1, 5. A1-dən deyir, A1 xanasından 5-i cəmlə. A1 5-dir, 5-in üstünə 5 gələndə olur 10. Bu xananın qiyməti oldu 10. Sonra B deyir ki, sum 6, 8. 6 və 8-i cəmlə deyir. 6 ilə 8-i cəmləyəndə bizə nə verir? Bizə verir, deməli, 14. Sonra bizə deyir ki, A1 D3 diapazonu. A1 buradadır, D3 də buradadır. Bunları cəmlə deyir, bu xanaların hamısını. Deməli, nə olacaq burada? 5, 5, üstəgəl 6, üstəgəl 4, üstəgəl 4, üstəgəl 14, üstəgəl 10, üstəgəl 2. Yəni, buradakı bütün ədədləri götürüb bu diapazondakı topladıq. 5, 6, deməli, 5, 6, 4 elədi 15, 15 ilə 4, 19, 19 ilə 14, 33, 33 ilə 10, 43, 43 üstəgəl 2 oldu 45. 80 oldu, deməli, C variantı. 81-ci suala baxırıq. A1 xanasına hansı tam qiymət yazılmalıdır ki, A2, S2 diapazona əsasən qurulmuş bu deməli diaqram formada olsun. Deməli, baxıram ki, mənə 25%, 25% və 50% veriblər. Və mənə A2, S2 diapazonu veriblər. Yəni, mənə A2 xanası, B2 xanası və S2 xanasına aid olan bir diaqram verilib. Baxıram ki, B2 xanasında 72 verilib. Əgər bu 72 50% olarsa, 25-25% də 50-nin yarısı deyil. Gərək bu deməli 25%lik hissələrdə də 72-nin yarısında 36 olsun, elə deyil? 36 olsun. İndi baxaq. Əgər 50% olaraq 72 nəzərə alsaq ki, 50%lik hissə 72 gəlir, onda belə çıxır ki, A1 özlüyündə, daha doğrusu A2 özlüyündə 36-ya bərabər olmalıdır. Çünki 72-nin yarısı 36-da, onda hardan fikirləşirəm? 50%-in yarısı 25-dirsə, 72-nin də yarısını götürməliyəm. Yəni 36 nəzərə almalıyam.
Onu da mən nə edeyim? Bu düsturlardan birini götürüm, 36-ya bərabər eləyim. Elə mən bu C2 xanasındakı düsturu götürəcəm. Deməli, C1 üstəgəl. C1-in qiyməti var bizdə. C1-in qiyməti nədir? 4-dür. 4 üstəgəl A1, A1 yenə x yazaq. Üstəgəl 7 vur 2 bərabər olmalıdır nəyə? 36-ya. 4 ilə 7 eləyir 11. Bu mötərizəni də mən 2-yə vursam olacaq. 11 vur 2. 22 üstəgəl 2 vur x, 2x bərabərdir 36-ya. 2x bərabərdir. 36 çıxılsın 22. 36-nın 22-sini çıxanda qalır 14. X də bərabərdir 7-yə. Deməli, biz x-imiz nəyə bildirirdi? A1 xanasını. Deməli, mən A1-in yerinə, A1 xanasının yerinə 7 qoysam, nə olacaq? Gəlib burada 36-nı alıram. Onda belə çıxır ki, mən burada da 36 alacağım. Hər ehtimala qarşı yoxlayaq. Görək A2-də də 36 alırıqmı? Mən B1 xanasında deməli, hesablasam, B1 xanası nə edir? 4 vurulsun, A1-i 7 tapdıq. 4 vurulsun 7, 28, 28-in 18, elədir 46. Aha, indi mən A2-ni tapsam, B1-imiz 46-dır. 46 üstəgəl 2 vurulsun C1. C1-imiz nədir bizim? 4-dür. 2 vur 4, 8. Bunu 3-ə böləcəyik. Bunu 3-ə böləcəyik. Vuracaq 2-yə. 46 ilə 8-i toplayanda eləyir 54. 54-ü 3-ə böləndə neçə eləyir? 54-ü 3-ə böləndə eləyir 18. 18-i 2-yə vuranda olur 36. Yəni həm A2 xanasını, həm C2 xanasını 36 tapdım. Yəni doğrudan da A2 ilə C2 36 olanda, B2 də 72 olanda bu diaqrama uyğun gəlir. Deməli, bizim A1 xanamızın qiyməti oldu 7. 81 oldu B variantı. Deməli, 82-ci sualda nə edirik? Deyir, A1 xanasına hansı tam qiymət yazılmalıdır ki, cədvəlin bütün xanalarının qiyməti eyni işarələdədirlərdir. Hesablamalardan sonra A2, C2 diapazonuna əsasən qurulmuş diaqram şəkildəki kimi olsun. Burada baxıram ki, 2 dənə 34% var, 1 dənə 32% var. Deməli, 2 dənə xana bir-birinə bərabər olmalıdır. İndi baxaq, mən nə edərəm? A1-ə bir dənə x deyərəm. A1-ə deyək x. Sonra A1-ə x desək, B xanamızın qiyməti olacaq x üstəgəl 5. İndi gedib A2-ni tapsaq, B1-də tapdığımız qiyməti, x-in olan qiyməti yazaq yerinə. Onda B1 belə olacaq. X üstəgəl 5, C1-in qiyməti 18-dir. Üstəgəl 18 bölünsün 2. Bu da qısaca x üstəgəl 23 bölünsün 2. Deməli, A2 xanamızın ifadəsi belə oldu. Sonra gedək B2 xanamıza baxaq. Onda A1-in yeni x qoysaq burada olacaq 2x çıxılsın 1. Bu da oldu B2 xanamızın ifadəsi. Sonra C xanamızdan olacaq. Yəni A2-nin, B2-nin tapdığımız ifadələri gətirib burada yerinə qoyuruq. A2-nin yerinə yazıram. X üstəgəl 23 böl 2 üstəgəl B2. B2 2x çıxılsın 1-dir. Üstəgəl 1 və bölünsün 2. Burada birlər islah olur. Bu 2x-in məxrəcinə 1 atıram. 2 ilə 1-ə ortaq məxrəc götürəm olur 2. Bərabər qoyum, aşağıdan yazım. Deməli, hətta buradan yazım. Deməli, 2 olur. Yuxarıda sürətdəki kəsrin məxrəci olur 2. X üstəgəl 23. 2-ni 1-ə bölürəm. 2 vururam yuxarıdakı 2x olur 4x. Lap aşağıda da bir dənə böl 2 var da, bu 2 var. Bu böl 2 demək deyil, o da vurulsun 2-də 1-dir. Nə olur onda kəsrimizin yekun cavabı 4-də x ilə 4x 5x üstəgəl 23. Bu da oldu bizim C2 xanamızın cavabı. İndi baxıram ki, burada 2 dənə eyni faiz verilib, 34% verilib. Deməli, bu iki xanadan ikisi bir-birinə bərabərdir. Mən bilmirəm hansı bərabərdir. Təxmini olaraq 2 dənəsini götürüb bir-birinə bərabər edirəm. Əgər oradan uyğun bir cavab almasam, yəni tam ədədə almasam və s. onda növbəti ikisini bir-birinə bərabər eləyəcəm. Mən indi B2 xanası ilə C2 xanasını bir-birinə bərabər eləyəcəm. Görüm orada ikisinin uyğun qiymətini tapa bilirəm. Onda belə çıxır ki, necə olur misalımız? C2 ilə B2-ni bir-birinə bərabər eləyirik. Əgər mən desəm ki, C2 xanası bərabərdir və yaxud da ki, B2 xanası bərabərdir C2-yə, görək onda necə olacaq? Deməli, B2 bərabərdir C2 olarsa, görək şərtimiz necə olacaq? C2-ni yazıram birinci, 5x üstəgəl 23 bölünsün 4 bərabərdir. B2-miz də oldu 2x çıxılsın 1. Bunları çarpaz götürüb həll eləyəcəm. Olacaq 5x üstəgəl 23 bərabərdir. 4x çıxılsın 4. X-ləri bir yerə yığıram, ədədləri bir yerə yığıram. Üzr istəyirəm, burada olur 8x olur. 8x çıxılsın 4 olur. Deməli, 8x-dən 5x olacaq 3x. 23 çıx 4, 23 üstəgəl 4 olacaq 27. Yəni, -3, -27, onlarda mənfi ixtisar gedir, olur hər ikisi müsbət.
X də bərabərdir 27 bölünsün 3, 9. X tapdım ki, X 9-u tam qiymətdir mi? Tam qiymətdir. X-imizi tapdıq 9. İndi hər ehtimala qarşı elə belə aparıb yoxlayaq görək. Doğrudan da 9 qoysaq alınır ya yox. Deməli, X-in yerinə qiymət qoysaq 9. Desək ki, X 9-dur. Yəni A1-imiz 9-dur. Onda bizdə 9 üstə gəl 5, bura olacaq 14. Onda bura nə olacaq? 9 üstə gəl 23 eləyəcək neçə? 9 ilə 23 eləyəcək 32. 32 bölünsün 2 olacaq 16. Sonra 9 qoysaq 2 vur 9, 18. 18 çıxılsın 1, bura olacaq 17. Burada da, yekun cavab buradadır, burada qoyaq yerinə. 5 vurulsun 9, 45. 45 üstə gəl 23. Deməli, 45 ilə 23 olacaq 68. 68 də 4-ə böləndə eləyəcək 17. Doğrudan da deməli, B2 ilə C2 17 oldu. 34% uyğun gələr. Burada 16 oldu. 32% uyğun gələr. Deməli, burada A-nın qiyməti oldu 9. B variantı 82. 83-cü suala baxırıq. Deyir ki, elektron cədvəl fraqmenti verilib. Cədvələ əsasən A2, B2, C2 dəyərlərinin nisbəti 1, 1, 2 olması üçün B1 xanasına hansı düstur yazılmalıdır ki, A1 xanasının hissələrinin tam qiymətində şərt ödənilsin? Aha. A1-ə deyim X olsun A1. A1 X olsa C olur 2 vurulsun X, yəni 2X. Onda C1 A2 xanası nə olur? A2 xanası olur C1 vurulsun 3, C1 2X tapdıq. Yəni 2X vur 3 o da eləyir 6X. İndi deyir ki, B2 xanası üçün mənə deyir ki, sum A1, C1, yəni A1-dən C1-ə kimi bu üç xananı, bu nöqtə qoyduğum üç dənə xananı toplamalıyam. C2-də isə A2, B2, A2 və B2-lə toplamalıyam. Yaxşı. İndi baxaq. A1-dən C1-ə kimi toplasam. A1-dən C1-ə kimi 1, 1, 1 nisbət, 1, 1, 2 nisbətinə deyir. Yəni, bura 1 olmalıdır. Yəni, A2. B2, burada 2. Deməli, A2 ilə B2 bir-birinə bərabər olmalıdır ki, və C2 onlardan fərqli olmalıdır ki, bunların nisbəti 1, 1, 2 eləsin. Onda belə baxıram ki, mən sum A1, C1 eləyəndə, yəni A1 üstə gəl B1, üstə gəl C1 toplayanda 6X almalıyam, elə deyil. A1 X-dir, C1 də 2X-dir. X üstə gəl 2X, 3X eləyir. Deməli, B1 nə olmalıdır ki, mən toplayanda 6X alam? B1 olmalıdır 3X. B1 də tapdıq ki, B1 də 3X imiş. Sonra nəyə baxırıq? Onda A1, C1-in cəmi nə olacaq? 6X olacaq da. İndi bura 6X olan yerdə bizə deyir ki, sum A2, B2. A2 6X-dir, B2 də 6X. C2 xanamız olacaq 12X. Doğrudan da 6, 6, 12. Bunların üçünü də 6-ya bölsəm 1, 1, 2 nisbətini alırammı? Alıram. Deməli, biz burada 3X-ni tapdıq. A1 xanası ilə C1 xanasını toplayaraq tapa bilərəm. Belə deyil. X üstə gəl 2X mənə 3-ü verir. O 3X almaq üçün A1 ilə C1 toplamağımız kifayətdir. 83 oldu Y variantı. Ümid edirəm ki, anlaşıqlı olar. 84-cü sualda bizə deyir ki, C2 xanasında yazılmış düsturun nəticəsi 84-dür. Burada 84 alınıb. 84 necə alıb? A2 ilə B2, yəni bu xana ilə bu xananı toplayaraq 84 alıb. Və mən eyni zamanda baxıram ki, cədvəldə 2 dənə eyni var və bir dənə də 50% var və 25%lər 50%-in yarısı deyil. Yəni, deməli, mənim A2 xanamla B2 xanam 84-ün yarısına bərabər olmalıdır. Elə deyil, 84 C2, onda A2 nəyə bərabər olmalıdır? 84-ün yarısı 42-dir. A2 də 42-yə bərabər olmalıdır, burada 42-yə bərabər olmalıdır. İndi, mənə deyir ki, burada, deməli, bizdən A2, C2 diapazonunu, A1-in qiymətini soruşur bizdən. Yaxşı. C1 vurulsun 3, 42 eləyibsə əgər, C1 nəyə bərabərdir C1 xanasının qiyməti? 42 bölünsün 3-ə. Bu da eləyir 14. Deməli, C1 xanamızın qiyməti 14-dür. Əgər A1 vurulsun 2, 14 eləyibsə, A1 nəyə bərabərdir? Onda A1 xanası da 14 bölünsün 2, 7-yə bərabərdir. Deməli, burada A1-in qiyməti 7 oldu. 84 D variantı. Deməli, bizə cədvəl və diaqram verilib. Bu diaqramın cədvəldəki hansı diapazona aid olduğunu soruşur. Baxırıq, burada nə var? Birdə birinci elementi 15-dir. İkinci elementi 30-dur. Üçüncü elementi deməli 0 ilə 5 arasıdır. Tutaq ki 2 olsun. Çünki burada cədvəldə 0 ilə 5 arası ancaq 2 ədədi var. Və dördüncü də 45-dən 50-dir. Diapazonda 45 ilə 50 arasında bir dənə 47 var. Deməli 15, 30, 2, 47. Harda yanaşı gəlib 15, 32, 47? Baxıram ki, bax elə burada 15, 30, 2, 47. Yəni bu hansı diapazondur? Birinci xanası A1-dir, sonuncu xanası D1-dir. A1, D1 diapazonu. 85 oldu B variantı.
86-ya baxırıq. Yenə eyni şeydir. Birinci elementi bunun 30-dur. Burada 45-nin 50 arasında baxıram ki 47 var cədvəldə. 47-dir. Sonra 15-dir. 0 ilə 5 arasında 2-dir və 20-dir. İndi 30, 47, 15, 2, 20. 30, 47. Baxın, 30, 47, 15, 2, 20. Bu hansı diapazon olur? Birincisi B1 xanasıdır, sonuncu xanada B5'dir. B1, B5 diapazonu olur. 86 oldu C variantı. 87-də ona oxşuyur. Deyir ki, elektron cədvəl fraqmenti verilib. Şəkildə verilmiş diaqramın qurulması üçün hansı boş xanaya 14 qiyməti yazılmalıdır? Deməli, burada nə var? Burada var 10. 14 ikinci elementi olmalıdır. Deməli, 14 ikinci elementi olmalıdır. 14-dən kiçik nə var orada? 12. Deməli, bu 10-15 arasında olan balaca diaqram 12-dir. 4-cü element 25 olmalıdır. 5-ci element də 30 olmalıdır. İndi baxaq görək. 10, sonra boş xana gəlməlidir. Sonra 12, 25, 30. Baxın, 10, boş xana, 12, 25, 30. Bu boş xanaya da deməli nə gəlir? 14. Hara gəlməlidir? Hansı xanadır bu? B2 xanasıdır. 87 oldu A variantı. Deməli, deyir ki, elektron cədvəl fraqmenti verilib. C3 və D3 xanalarına hansı tam qiymətlər yazılmalıdır ki, bu diaqram A3, D3 diapazonuna uyğun gəlsin. Baxıram ki, burada A3 ilə B3-ün qiymətləri eynidir. 80, 80-dir. Burada da, bu diaqramda da 2 dənə 10% var. Deməli, bu 2 dənə 10%lik yerlərin qiyməti 80, 80-dir. İndi mən fikirləşməliyəm görüm, hansı ədədin 10% təqsim edir? Hansı ədədin 10% təqsim edir? Onu tapmaq üçün nə edirəm? 80-i vururam 100-ə, bölürəm 10-a. Bu da edir 800. Deməli, bizim bu ümumi diaqramı 800-ü bildirir. İndi 800-ün 50% nə deməkdir? Yəni, yarısı 400 deməkdir. 800-ün 30% deməkdir. Bəs 800-ü vururam %30-a. Bu da eləyir 240. Deməli, bu 50%lik hissəyə 400 gəlir, 30%lik hissəyə də 240 gəlir. 400, 240, bu da oldu. Bizdən birinci hansını soruşur? A3, D3 diapazonundakı 400, 240. Burada həm A-nı veriblər, həm də D-ni veriblər. Birinci C3 xanasını soruşur bizdən, sonra D3 xanasını soruşur. Bu əslində heç bir belə fərqi yoxdur, çünki biz bilə bilmərik də hansını nəzərə alaraq yazıblar. Amma saat istiqamətində baxsaq, normalda saat istiqamətində baxırıq diaqramlara, yəni bu formada. Yəni onda belə çıxır ki, bura A3 xanasıdır, bura B3 xanasıdır, bura C3 xanasının qiymətidir, burada D3 xanasının qiymətidir. Bizə də birinci C3-ü soruşduğu üçün C3 olacaq 400, D3 olacaq 240, yəni A variantı. 88A. 89-u deyir ki, B1 xanasına hansı tam qiymət yazılmalıdır ki, deməli, cədvəl diaqrama uyğun olsun. Baxaq, burada nə edərik? Deməli, baxıram ki, burada 2 dənə eyni pay var, eyni hissəli kəsik var. Deməli, 2 dənə eyni cavab almalıyam. Onda A1-in cavabı bizdə var. Bura olur 120. Aha, indi bu ya 60, 60, 120 ola bilər, ya da ki, baxaq görək necə alına bilər. B2-nin yerinə bir dənə x qoyaq. Ona buranın necə olacaq? A1, 12, deməli, A1 vurulsun B1, 12 vur x, 12x, üstə gəl, C1 24, üstə gəl 24. Burada olacaq A2 vurulsun 4. Elə bu da belə saxlayaq. A2 vur 4 kimi saxlayaq. A2 vur 4 kimi. İndi baxaq, tutaq ki, deyək ki, A2 ilə C2 bir-birinə bərabər olan hissələr olsun. Onda nə olacaq? 12x üstə gəl 24, bərabərdir 120. 12x bərabərdir 120-dən 24-ünü çıxanda 6, 96. Onda x də bərabərdir 8-ə. Aha, deməli, bizim B2 xanamızın qiyməti 8 olar. 89 oldu C variantı. 90-a baxırıq. Yenə deyək ki, B1 xanasında hansı ədəd yazılmalıdır ki, cədvəl diaqrama uyğun olsun. Yenə baxıram ki, 2 dənə eyni hissə, eyni bərabər hissə var. Baxaq. Gəlin bura bir dənə deyək, yenə B1-ə deyək x. A1, C1 vur 2. Deməli, baxaq. Deyir ki, A1-dən C1-ə toplayıb 2-yə vurmaq. 30 üstə gəl x üstə gəl 45 eləyəcək. 75 üstə gəl x. Bunu da 2-yə vuranda, 75-i 2-yə vuranda eləyir 150. A1-dən C1 toplamaq deyir də, toplayıb 2-yə vurmaq deyir A2 xanasında. Deməli, bu da olacaq 75 üstə gəl x. Onu da 2-yə vursam, olacaq 150 üstə gəl 2x. Bu oldu mənim A2 xanamın qiyməti. Burada olacaq 10x üstə gəl A1, yəni 10x üstə gəl 30. Burada olacaq 2x. İndi baxaq, bunların ikisini bir-birinə bərabər eləyib tapmağa çalışaq. Məsələn, nə yaza bilərik?
Tutaq ki, nələri aydındır ki, A2 ilə C2 bir-birinə bərabər olmaz. Sonra nə edə bilərik onda? Məsələn, A2 ilə B2-ni bir-birinə bərabər götürüb həll edə bilərik. Deyək onda 150 üstəgəl 2x bərabərdir 10x üstəgəl 30. Bir tərəfə keçirsək, burada olacaq 8x, burada olacaq 150 çıx 30, 120. Onda x də bərabərdir 120-ni 8-ə böləndə düşür. Deməli, neçə dəfə? 120 böl 8. 4 ixtisar aparsaq, düşəcək burada 2, 30, 15. Deməli, x-imiz ala bilər hansı qiyməti? Yəni, B2 xanamız ala bilər 15 qiymətini. 90 oldu D variantı. 91-ci sual deyir ki, average A1, A5 düsturunun qiyməti 5-ə bərabərdir. Deməli, belə çıxır ki, nə deməkdir burada? Bu deməkdir ki, A1 üstəgəl A2 üstəgəl A3 üstəgəl A4 üstəgəl A5 bölüblər bunları 5-ə bərabər eləyiblər 25. Şimdi mən bu cəmi tapmaq istəsəm, nə edəcəm? Bölüblər 5-ə cavab alıblar 5. Mən bu cəmi tapmaq istəsəm, 5-i çarpaz olaraq vuracam bu qiymətə də cavabına. 5 vur 5 olacaq 25. A variantı. Deyir ki, elektron cədvə prosesorunda Y3 xanasında bu düstur yazılıb. Bunu hansı xanaya köçürmək olmaz? Baxıram ki, burada B2 var. Mən bunu Y1 xanasına köçürə bilməyəcəm. Niyə? Çünki mən Y1 xanasına köçürmək istəsəm 3-dən, deməli Y3-dən Y1 xanasına gələndə hərf B olduğu kimi qalacaq. Amma 2-dən nə etməliyəm? Yəni 3-dən 1-ə gəlmək 3-2 2 azaltmaq deməkdir. Onda mən buradakı 2 qiymətini də, bu 2 qiymətini də 2 azaltmalıyam. Onda olur 0. Axı mən bunu, yəni orada 0 xanası alınmır, yəni mən onlara B0 yaza bilmərəm. Ona görə də bunu Y1 xanasına köçürmək olmaz. Bizdən deməli B1 xanasının qiymətini soruşur. B1 xanasında deyir ki, A3 çıx A1-in modulunu tap. A3 deməli 4-dür, A1-də 5-dir. 4 çıx 5 -1, onda modul eləyir müsbət 1. 93 oldu B variantı. 94-də bizdən C3 xanasının qiymətini istəyir. C3 xanası deyir ki, len C2, yəni C2 xanasındakı sözün uzunluğu. C2 xanasında salam var. Salam sözü 5 hərfdən ibarətdir, yəni onun uzunluğu 5-dir. 94 olacaq A variantı. 95-də C3 xanasını tapmağımızı istəyir. C3 xanasına verilib count A1, C2. Yəni A1, C2 diapazonunda. Diapazon harada? Bura. Onda belə çıxır ki, A1, A2, B1, B2 və C1, C2. Bu diapazonda count ancaq dolu, ədədlə dolu xanaları sayır. Ədədlə dolu xanaları sayır. Deməli, 1, 2, 3, 4. Burada qiymət nə olacaq? Deməli, 4. 95 oldu Y variantı. 96-da C3 xanasını deyir. C3 xanası artıq burada count A-dır. Yəni count all, hər şey, yəni bu diapazonda olan hər şeyi toplayırıq. Bir də burada bir şey deyəcəm. Ümid edirəm ki, başınız qarışmaz. Yəni diapazonumuz budur. Normalda baxın, məsəl üçün buradakı 5 görürsüz və yaxud da ki 6 xananın sağ tərəfindən yazılıb. Ancaq buradakı 10 xananın sol tərəfindən yazılıb. Normalda biz heç bu 10-u götürməliyik. Çünki elə bir ki, oradakı 10 xananın əvvəlinə düşüb deyə o bir növ mətn formasındaymış kimi sayılır. Yəni əslində belə olanda heç 10 sayılmaz. Nəsə bunu unudaq. Bu indi bu testə aid deyil. Yaxşı. Deməli biz count A dedi. Bu diapazondakı hər şeyi sayırıq artıq. Hər şeyi. Bunları da sayırıq. Bu salam sözlərinə sayırıq. 2, 4, 6. Oldu 96 C variantı. 97-yə baxırıq. Deyir ki, D3 xanasının qiymətini müəyyən eləyin. D3 xanasında bizə nə lazımdır? A3-ün faktorialı. A3 hardadır? Bu D3 xanasıdır. Deyir ki, faktorial A3. Bu da budur. 4 faktorial yəni nə deməkdir faktorial? 1 vur 2 vur 3 vur 4. Bu da neçə eləyir? 24. 97 oldu B variantı. 98-də bizdən Y1 xanasını soruşur. Buranı soruşur. Yəni average A3 D3 deyir. A3-dən D3-ə kimi. A3 buradır. D3 də buradır. Buranın bizdən ədəd ortasını istəyir. Deməli, bizə lazımdır A3, B3, C3, bir də ki D3. A3 4-dür, sum deyir 6, 8. Nə deməkdir? Yəni, bunları toplamaq. 6 ilə 8 toplamda olur 14. Buranın qiyməti oldu 14. Bura boşdur. B1-in faktorialı. B1 də 4-dür. 4-ün də faktorialı dedik ki, oldu 24. Deməli, 4 üstəgəl 14, üstəgəl 24. Bu deyil nə? Deməli, 38, 42. Yox, 38, üstəgəl 4, bəli, 42 eləyir. Elə variantda yoxdur. Bizdən Y1, A3, D3. Bəli, 42 eləməlidir. 42 yox, üzr istəyirəm. Cəmini tapdıq bölməliyik sayına.
42 bölünsün 3, 14. Həddi 4 istəyirdi bizdən. 42 bölü 3 oldu 14, Y variantı. Həddi 4 tane istəyirdi. D3 xanasının qiymətini istəyir. D3 powerdə, powerdə də qüvvətə yüksəltməkdir. B1-in deyir qüvvətinə D2-ni qoy. D2 bizdə 2-dir, B1-də 4-dür. Yəni 4 üstü 2, 4-ün kvadratı. Bu da eləyir 16. 99 oldu A variantı. 100-cü sual. 100-cü sual bizdən Y1 xanasının qiymətini istəyir. Y1 xanasında da deyir ki, A2, Y2-ni cəmlə. Yəni bu və bu diapazonu cəmləyəcək. Gedək tapaq məlum olmayanları. B2-ni tapmaqdan başlayaq. B2-də deyir ki, produkt A1, A3, yəni A1, A3 diapazonunu vur. 5 vur 6, 30, 30 vur 4, 120. Buranın qiyməti eləyir 120. Sonra S1-də deyir ki, A1 ilə 5 topla. A1 5-dir. 5 ilə də 5 toplayanda olur 10. Y1-də deyir ki, A2, Y2 diapazonunu cəmlə. Yox, onu elə axtarırıq da. Aha. Deməli, baxaq. Deməli, biz bu diapazonda hər şey A2, Y2, A2-dən Y2-yə ancaq A2, Y2-ni istəyir bizdən. Bu hissəni istəyir. Buranı cəmləməyimizi istəyir. 6, 120 olur 126. 126-nın da üstünə 5 gələndə olur 131. 100 oldu C variantı. Birinci testə baxırıq. Deyir ki, produkt A1, A3, yəni A1 ilə A3-ü vur. Baxın, bu diapazon deyil, vergül qoyublar. A1 və A3-ü vur deyir. A1-imiz 5-dir, A3-ümüz 4-dür. 5 vur 4 oldu 20. 101 oldu B variantı. Aha, deyir ki, diaqram cədvəlin hansı diapazonuna aiddir? Baxıram, birincinə gəlib, birinci 5 gəlməlidir. Sonra 6, 7, 6, 12 və 10. 5, 6, 5, 6, 12, 10. Bu hansı diapazondadır? 5, 6, 12, 10. Yəni S2-dən S5-ə kimi. S2, S5 diapazonu. Deməli, 102 oldu D variantı. Deyir ki, şəkildə verilmiş diaqramın növünü müəyyən edin. Nə görürük burada? Zolaqlı görürük. 103 oldu D variantı. 104-də deyir ki, diaqramın növünü müəyyən edin. Nədir? Dairəvidir. 104 oldu C variantı. 105-də hansını görürük? Xətti görürük. Nöqtələri birləşdirib xətti. Bizdən soruşur ki, Malthus qanunu hansı prosesdir? Bioloji. Trend nədir? Trend reqressiya modelinin qrafikidir. 107-də oldu B variantı. 108-də deyir ki, böyük miqdarda kəmiyyət və keyfiyyət verilənlərinin toplanması, ölçülməsi, təhlili nə demək? Nədir? Elm sahəsi statistikadır. Deməli, burada bizə bir Fibonacci ardıcıllığı verilib. Fibonacci nədir? Hər bir deməli ədəd özündən əvvəl gələn 2 ədədin cəminə bərabərdir. İndi burada 8-ci yerdə 13-dən 8-in cəmi duracaq. 13-dən 8 olur neçə? 21. Sonra 21-dən 13 olur 34. 34 ilə 21 olur 55. 55 ilə 34 deməli olur 89. 55 ilə 89 da olur 144. Deməli, burada oldu Y variantı. Deməli, 110-cu sual deyir ki, reqressiya modeli ilə bağlı hansı fikirli söyləmək olar? Burada baxırıq ki, determinantlıq əmsalı 0-dan 1000-də 9686-dır. Yəni 1-ə çox yaxın olduğu üçün biz bu modeli uğurlu hesab eləyə bilərik. 110 oldu D variantı. 111-ci suala baxırıq. A1 xanasında 1425, B1 xanasında 535 yazılıb. A1 üstəgəl B1 düstur nəticəsi nə olacaq? Deməli, A1 ilə B1 toplayacağıq. 25-dən 35, 60 dəqiqə edir. O da 1 saat deməkdir. Deməli, tamamlandığı üçün dəqiqəmiz olacaq 00. 14 ilə 5 toplayanda olur 19. Bayaq dedik ki, 1 saatda tamamlanıb orada. O da olacaq 20. Deməli, 20, 00, 111 oldu A variantı. Uyğunluğu müəyyən edin. Nisbi istinad. Nisbi istinad oldu ki, heç birinin qarşısında deməli dollar işarəsi olmurdu. Onda 1-ə gəlir C. Mütləq istinad oldu ki, həm sətrin, həm sütunun qarşısında dollar işarəsi olmalıdır. Burada B və Y. Qarşılıq istinadda isə birində olub, birində olmurdu. Burada gəlir A, bir də D. 1C, 2BY, 3AD. 113 verilmiş diapazonda nə qədər xana mövcuddur? Deməli, YF, GH. 25 çıxılsın 13, üstə gəl 1. 25-dən 13-dən çıxırıq 12, 12-dən də 1, 13. Burada 4 dənədir, deməli 13 vurulsun 4. Bu da oldu nə? 52.
Deməli, B1 xanasında yazılmış düsturu C2 xanasına sürüşdürülərsə, nəticədə C2 xanasında hansı düstur alınır? Deməli, baxırıq. B1 xanasındakı düsturu C2 xanasına sürüşdürürük. Deməli, bu nə olur? B1-dən C2-yə gəlir. Yəni, hərfdə bir vahid qabağa keçir, ədəd də. Deməli, onda olur A-lar B-yə keçir, C2-yə sürüşdürür. A olur B, 1 olur 2, B2 üstəgəl. Yəni, A olur B, 2 də olur 3. B2, B3. Deməli, B2 üstəgəl B3 cavabı oldu belə. Deyir ki, B1 xanasındakı düstur B2 xanasına sürüşdürülərsə, B2 xanasının qiyməti neçəyə bərabər olar? Yenə sütun dəyişmir, yəni B-dən B-yə gedirəm, sadəcə sətir dəyişir, yəni 1-dən 2-yə keçir. Onda hərfimiz olduğu kimi qalacaq A1, A1 olmayacaq A, 1-dən 2-yə keçib deyə A1 olacaq A2, üstəgəl, yəni A olduğu kimi qalır. 1-dən 2-yə keçdiyi üçün oradakı bu 2-də bir vahid artacaq, olacaq A3. A2 üstəgəl A3 olacaq. Bizdən bunun cavabını istəyir. A2 ilə də A3 toplayanda A2 6-dır, A3 12-dir. 6 üstəgəl 12, 18. 115 oldu, 18. 116-da deyir ki, C3 xanasına sum A1, A4 düsturu yazılsa, C3 xanasının qiyməti neçə olar? Deməli, A1-dən A4-ə kimi toplamağımızı istəyir. Və bu, buradakı, deməli, bu diapazondakı bütün ədədləri toplayacaq. 5, 6 eləyir 11, 11 ilə 12, 23, bir də oradan 24. Cavab olacaq 24. Deməli, G3 xanasında bu düsturdur. Deyir ki, bu düsturu biz G4 xanasına G3-dən G4-ə köçürsək, hansı qiymət alınır? Deməli, qabağında dollar olanlar nə olacaq? Dəyişməyəcək. Bizə deyir ki, A3 ilə düsturumuz belə olacaq. Dollar A3, deməli, dollar A3, dollar A, dollar 3 qısacası. Sonra dollar B, 1-2 dollar olanlar dəyişmir. Dollar 3. Bu belə qalacaq. Bunu cəmləyəcəyik. Bir də Y3, F3. Y3, F3 artıq G3-dən G4-ə keçir deyə hərflər dəyişmir. Amma 3-dən 4-ə keçir deyə Y3 olur. Deməli, Y3-ümüz olur Y4. Y3 olur Y4. F3 də olur F4. Deməli, bir bunları cəmləyirik, bir də bunları cəmləyirik və cavabları yazırıq. Deməli, A3, B3 və diapazon verilib bizə A3-dən B3-ə. A3 haradadır? A3 buradadır. A3, B3 bu ikisini cəmləmək. A3 ilə B3-ün cəmi olacaq 8. Sonra Y3, F4. Y3-ümüz haradadır? Y3 buradadır. F4 də buradadır. Bir də bunları cəmləmək. Deməli, 4, 8, 12, 12 ilə də 17 oldu 29. 12 ilə də 17 oldu. Düzmə hesabladıq. Y3, F3, o da Y4, F4 eləyir. Y4, F4. Üzr istəyirəm, səhv yazdım. Y4 ilə F4 istəyir. Y4 buradır, F4 də buradır. Bu da olur 17. Bu diapazonda da olur 17. Sonra da bunların ayrı-ayrı cəmini istəyir. 8 üstəgəl 17, bu da olur 25. Deməli, 117-nin də cavabı oldu 25. Deyir ki, cədvələ əsasən Y3 xanasının qiymətini tapın. Deməli, bizə nə veriblər? Bizə nə veriblər? Y3 xanasını istəyir bizdən. Yəni, bu xanadakı düstur tapmağımızı, cavabı tapmağımızı istəyir. Hara ilə haranı cəmləyəcəyik? A1-dən D3-ə kimi cəmləyəcəyik. A1, D3. Yəni, buradakı bütün ədədləri götürüb cəmləyəcəyik. Baxaq, nə verib bizə? B2-ni tapaq, B3 tapaq. Deyir ki, sum 3, 8. 3-dən 8-i toplayanda alırıq nə? 11. Buranın cavabı oldu 11. Deyir ki, B1 ilə 5-i topla C1 xanasında. B1-imiz 4, 4 ilə 5 toplayacaq, olacaq 9. Aha, nə oldu? 8, üstəgəl 4, üstəgəl 9, üstəgəl 9, üstəgəl 43, üstəgəl 11, üstəgəl 5. Bunda cavab neçə eləyir? 8 ilə 4, 12, 9-dan 9, 18, 12 ilə 18, 30, 30 ilə 43, 73, 73 üstəgəl 11, 84, 84-ün də 5, 89. 118 də oldu, 89. Ümid edirəm ki, izahım sizin üçün anlaşıqlı olar və bu izah sizin inşallah ki, işinizə yarayar. Əgər hansısa bir səhvliyə yol vermişəmsə, nəsə nəzərdən qaçıbsa, mütləq rəylərdə bildirin. Hamınıza uğurlar, Allah əziyyətinizi yerdə qoymasın inşallah.